O, bu dünyada səssiz-səmirsiz ömür sürdü. Həyatında qarşılaşdığı çətinlikləri, şəhid anası kimi yaşadığı ağır acıları qəlbində daşıdı. Kimsələri narahat etmədi. Bəzilərindən fərqli olaraq mənə yol verin, mənə diqqət göstərin deyə özünü yüksəyə qaldırmadı. Halbuki yüksəkliklərin ən ucasına layiq idi və sonda elə səssiz-səmirsiz həmin yüksəkliyə də ucaldı. Xalqın sevgisi, xalqın verdiyi dəyər onun nə qədər yüksəyə layiq olduğunun sübutu oldu. 25 mart 2025-ci il tarixində sözün bütün mənalarında qəhrəman bir ana gözlərini bu dünyaya əbədi yumdu. Elə bir ana ki, fədakarlığı, mətinliyi illər keçsə də onu tanıyanların qəlbində daima kədərlə yanaşı qürur hissləri ilə də xatırlanacaq. O tək başına vətəninin, xalqının qeyrətini çəkən qəhrəman oğullar böyütmüşdü. Elə özü də bir qəhrəman kimi son mənzilə yola salındı. Reyvə Mustafa qızı Qasımova zəhmətkeşliyi, fədakarlığı ilə yanaşı vətənpərvərliyi ilə də əsl Azərbaycan qadını obrazını özündə cəmləşdirən Reyvə ana. Əsli Qərbi Azərbaycanın Göyçə mahalının Daşkənd kəndindən olan Reyvə ana 1953-cü ildə ailəsi ilə birgə doğma vətənindən deportasiya olunduqdan sonra digər soydaşlarımız kimi Bərdə rayonuna pənah gətirmiş və sonradan burada yaradılan Yeni Daşkənd kəndində məskunlaşmışdı. Reyvə ana gəncliyində həyatın onu vurduğu zərbələrə baxmayaraq 3 oğul övladını tək başına böyütdü. Elə bir oğullar ki, dar gündə heç düşünmədən vətənin müdafiəsinə könüllü qoşuldular. Reyvə ananın böyük oğlu Rizvan və ailənin son beşiyi Qulam, Ağdərə, Laçın və Kəlbəcər döyüşlərində öz fədakarlıqları ilə hörmət və nüfuz qazandılar. Mənim özüm də deyirdim, əgər qalib gələcəksinizsə, gedib elə bir günə ki, siz təslim olmayacaqsınızsa, gedin. Təslim olacaqsınızsa, gəlməyin buraya. Əlbəttə ki, qürur duyuram, gedib öz xalqımın uğrunda döyüşür, elimin uğrunda döyüşür. Təəssüflər olsun ki, itki Qasımovlar ailəsindən də yan keçmədi. 1994-cü ilin yanvarında Reyvə ananın böyük oğlu Rizvan Kəlbəcər uğrunda döyüşdə ağır yaralanır. Onun yaralanmasından bir gün sonra isə evin son beşiyi Qulam şəhid olur. Reyvə ana oğullarına döyüşə gedərkən ürəkdən xeyir-dua vermiş, onları vətənə qurban demişdi. Amma indi ana ürəyi dözmür, böyük oğlunu da itirmək istəmirdi. Bu səbəbdən də onsuz da vəziyyəti ağır olan və kiçik qardaşına bağlı olan Rizvandan Qulamın şəhid olduğunu gizlədir. Rizvan kiçik qardaşının şəhid olmasından yalnız 40 gün sonra xəbər tutur. Beləcə qəlbinə daş basaraq böyük oğlunu qorumağı bacaran Reyvə ana ötən 31 il ərzində ailənin son beşiyi şəhid Qulama bir gün qovuşmaq istəyi ilə həsrət dolu ömür yaşadı. Yaxınlarının bildirdiyinə görə son zamanlar yaşla əlaqədar səhhətində problemlər yaranmışdı Reyvə ananın. Lakin ana həkimə getməkdən və müalicə almaqdan imtina edirdi. Mən oğluma qovuşmaq istəyirəm, siz isə mənim ömrümü uzatmaq istəyirsiniz, deyə oğulları Rizvanla Mərdana hər dəfə etirazını bildirirdi. Bugün onu tanıyan hər kəs üçün Reyvə ananın ölümü nə qədər kədərli olsa da, haqq dünyasında şəhid oğluna qovuşacağına inanaraq təsəlli tapırlar. Dəfn mərasiminə təkcə Yeni Daşkənd cəmaatı deyil, mərhumənin qazi və şəhid olanlarının döyüş yoldaşları, Bərdə rayonundan olan şəhid yaxınları, o cümlədən rayon icra hakimiyyətinin, Azərbaycanın Milli Məclisinin, hərbi komissarlığın nümayəndələri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, eləcə də Yevlax şəhərində yerləşən El televiziyasının və Şəhidlər Ölməz YouTube səhifəsinin əməkdaşları da iştirak edirdilər. Dəfn məqamında çıxış edənlər vətənpərvər Qasımovlar ailəsinin başçısı olaraq Reyvə ana haqda dəyərli fikirlər səsləndirdilər. Yeni Daşkənd folklor evinin bədii rəhbəri Qarabağ qazisi Akşin Hacızadə öz çıxışında vətənpərvər ananı son mənzilə alqışlarla yola salmağı təklif etdi. Ömrünü şərəflə yaşayan, o acılara rəğmən şərəflə yaşayıb, bu dünyadan köçən, axirət evinə köçən, övladına qovuşan Reyvə ananı alqışlarla yola salaq. Alqışlarla. Biz də Reyvə anaya rəhmət diləyir, qəhrəman ana, məkanın cənnət olsun deyirik. Gülbəniz Abdullayeva, Kamal İspəndiyarov, Elgiz Mahmudov, Bərdə.